Ötən ilin dekabr ayında paytaxt Bakıda Azərbaycanda 30 illik iş təcrübəsi olan Hukuklu Holdingin nəzdində Türk Ticarət Mərkəzinin açılışı oldu. Açılışda elə həmin məkanda tezliklə Türk obasının istifadəyə veriləcəyi elan edildi. Cəmi 5 ay sonra əzəmətli yurtaları, konferans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri ilə Türk obası qonaqlarını açılış törəninə dəvət etdi. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Bütün Türk dövlətləri təşkilatına üzv olan ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu bir daha onu göstərir ki, biz bir yerdə olanda güclüyük və biz bir yerdə olanda istənilən hədəfə çata bilərik. Həm də bu bir dövlət siyasətdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, bizim xarici siyasətimizin əsas istiqaməti, prioritet istiqaməti bu Türk dövlətləridir, bu Türk dünyasıdır və biz bütün istiqamətlər üzrə həm siyasi, həm iqtisadi, həm mədəni, humanitar, nəqliyyat, bütün sferalarda əlaqələrimizi inkişaf etdirməliyik ki, biz nəticə etibarilə öz strateji hədəflərimizə çata bilək. Bugün Türk Ticarət evində çox gözəl bir hadisə var. Gözəl bir tədbir var. Burada Türk xalqlarının mədəniyyətinin təbliğatı gedir və çox gözəl biz Türk seriallarında əsasən Diriliş Ertuğrul və Kuruluş Osman'da gördüyümüz o obaların da çadırlarını burada görürük. Xanımlar, bəylər qədim Türk paltarlarına bürünüb geyiniblər və bu təbii ki, həm mədəniyyətin təbliğatı baxımından, həm də ki, keçmişimizə qayıtmaq, özümüzü tanımağımız baxımından çox yaxşıdır. Azərbaycanın Orta Asiyanın ticarət mərkəzi olma yolunda çalışmalarımızla Cumhurbaşqanımızın yanındayıq. Önəmli hadisələr baş verməkdədir söyləyən Hukuklu Holdingin rəhbəri Yılmaz Hukuklu, Türkmənistan Türk Ekonomisi Birliyinə ilk kəs addımı Bakıda atdı. Türk dövlətlərində mərkəzlərimiz açıldıqca həm kültürümüzə, həm də ekonomimizə qatqı qatacağı söylədi. Dövlət başçımızın məşhur sözü ilə bizim başqa evimiz yoxdur, Türk dünyası bizim ailəmizdir, Türk dünyası bizim ocağımızdır, evimizdir sözünü ictimai platformadan, həm ictimai siyasi baxımdan, həm iqtisadi baxımdan, həm mədəni baxımdan necə bir dəstək gördüyünün ifadəsidir. Bax, bugünkü tədbir də, o çadırlar da, bugün burada edilən çıxışlar da və bundan sonra başlayacaq yeni bir dönəmdə. Mübarək olsun, əziyyət keçən hər kəsi alqışlayıram. Sizə də bu efir, ekran imkanına görə təşəkkür edirəm. Türk obasının açılış törənində Qazaxıstan, Qırğızistan, Türkmənistan, Özbəkistanın Azərbaycandakı səfirləri, dövlət adamları, millət vəkilləri iştirak edirdilər. Türk xalqlarına məxsus milli mətbəx, xalq oyunları, konsert proqramı ilə törən başa çatdı.